Axşamınız xeyir olsun qızlar, necəsiz? Səhər çox başımıza dəhşətli dərəcədə pis bir şey gəldi. Yəni mənim həyatımda ilk dəfə qarşılaşdığım bir şey idi. Mən o qədər böyük bir stres keçirdim ki, mən orada ölmədim, böyük şeydi. Yəni həqiqətən. Məryəm səhər bizi dəli elədi, sudurqa tutdu Məryəmi, özdə qızdırmalı. Yəni ayılanda heç nə xatırlamırdı. Elə bir vəziyyətə düşdü uşaq gözümüzün qabağında. Yəni Allah onu geri qaytardı, böyük şeydi həqiqətən. Mən qorxudan hönkürtü ilə ağlamışam. Rabiyə ilə bir-birimizi tutmuşuq. Məryəmi şəhriyar silkələyib, özünə zorla gətirib. Heç nə xatırlamır deyə çox qəribəsi. Şükür Allaha, indi biraz vəziyyət stabilləşib. Məryəm bizi dəhşət çox qorxutdu. Xəstəxana yolunu eləmişik, su yolu bildiyimiz. Bu 3-4 gün başımıza nələr gəlib, hamısını